Salam, hər vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri. Bugün Gol TV'də AFFA 12 Liqası binə modern görüşünü sizlərə təqdim edirik. İnanırıq ki, bugün güclü olan komanda qələbə qazanacaq. Hər iki komanda yaxşı oynamağını arzu edirik. Oyunu idarə edən hakimlər İmran Məhərrəmov və Vüsal Balaşovdur. Onlara da bugünkü görüşdə uğurlar arzu edirik. Komandaların heyətlərini sizə təqdim edim. İlk növbədə bizlərə qonaq komanda modern göstərelim. Qapıda 28 Mir Hüseyin Haşımlı, 15 Eldar Əsədov, 24 Aydın Hümbətov. Qapıya zərbə və gol! Hesabı açırlar. 47 nömrəli futbolçu Nihat Hüseynli topu bu cür gözəl zərbə ilə qapıdan keçirir və Əskər Salam ilə vurduğu bu qolu qeyd edir. Görüşün mərhələ heyətlərə nəzər salmadım. Bir də oyuncular burada səhvi yol verir və maksimum bu səhvdən yararlanır modern. Topu qapıdan keçirir. Binələr mərkəzdən topu oyuna daxil edir. Dərhal heyətləri sizə təqdim edim. 24 Aydın Ümbətov, 39 Muhammed Hüseynov, 45 Turan Ələskərov, 47 Nihat Hüseynli. Az öncə qol vuran oyuncudur. 2 Ayxan Mənsimzadə, 14 Fəhmin Alxanzadə, 81 Mikail Mamedbekovdur. Komandanın baş məşqçisi Sabit Əliyev. Digər futbolçular ehtiyatda. 2 qapıcı var. Bunlar 1 Semin Vasyonoviç, 12 Fərhad Nəsirov, 5 Musa Xəlili, 4 Əhməd Talıblı, 10 Uğur Xəlilov, 99 Anar Hacıbala, 19 daha doğrusu 18 Tugay Babazadə, 15 Eldar Əsədov. Onu qeyd etdik. Start heyətdə meydana daxil olmuşdu. 13 Əbdurrahman Əliyevdir. İndi isə binədə qapıda 1 nömrə Yusif Zeynal Abdinzadə, 3 Muhammed Təhməzli, 4 Tural Maniyev, 9 Aqil Mirzəyev, 10 Əli Məmmədli, 11 Ağa Əhmədov, 15 Cahid Talıbzadə, 19 Malik Qədimov, 20 Eşkin İslamov. Baş məşqçi Seymur Abdullayevdir. Digər oyuncularla da sizi tanış edirəm. 12 Fərid Abbasov qapçıdır, 14 Akif Səfərov, 6 Yusif Sadi, 7 Murad Muxtarovdur. Nihat bu dəfə sol cinahdan modern hücumunu həyata keçirir. İçəriyə daxil qapıya ötürmə və bəli, oyundan kənarı vəziyyət qeydə alınır bu epizodda. Təbii ki, bu qol qeydə alınmır. Binələr topu irəli vurur. Modern əldə çoxalmağa çalışır. 15 nömrə Eldar ötürdü. Nihat istiqamı. Nihat qapıya zərbə və daha bir gol vurulur. Görüşün 5-ci dəqiqəsində modern fərqi 2 topa çatdırır. Qırmızı ağlar görüşə yaxşı başlayıblar. Və Osimenlə görmüşük bu cür qol sevinciləri. Bu dəfə isə Nihat. Hörmətli futbol azarkeşləri, qeyd edim ki, bu oyun sizlərə Azərbaycan futbol gəlin hücum izləyək. Eldar qapısını da keçdi, yoxdur, oyundan kənar vəziyyət və fərqi 3 topa çatdırır. Modern daha bir gol vurur. Görüşün 7-ci dəqiqəsinə təsadüf edir. Qollar arda-arda gəlir. 15 Eldar Əsədov. Hörmətli futbol azarkeşləri, xatırladım ki, bu oyun sizlərə Azərbaycan Futbol Federasiyasının dəstəyi ilə təqdim olunur. Dəstəyə görə AFFA-nın icraçı vitse-prezidenti hörmətli Sərxan Hacıyevə təşəkkürümüzü bildiririk. Binəllər hücum qurmağa çalışırdı, lakin Muhammed buna imkan verir. Nihat keçdi, rəqiblər Nihat topladı. Artıq onun bugünkü görüşdə 2 gol var, rəqiblərini keçməyə çalışır, ona qarşı qayda pozulur. Cəlmə zərbəsi yerinə yetirəcək modern. Nihat Hüseyniyə qarşı qayda pozulmuşdu. Cəlmə zərbəsində məsələ zərər çəkmiş yerinə yetirəcək və birbaşa qapıya zərbə və top qapıdadır. Daha bir gol vurur. Nihat özünün 3-cü komandasının 4-cü qoluna imza atır. Bugün yaxşı oyunlarından birini keçirir. 47 nömrəli oyuncu Nihat Hüseynli. Yok, görmedin. Bana bak. Bana baksana.
Bəli, Fərhad bu qolu görmədiyini bildirir. Onun üçün qolun təkrarını bir daha izləyək. Nihat topa yaxınlaşır və sol ayağı ilə topu qapıdan keçirir. Qapıçının üzünə də gün düşür, bir qədər topu görmək də ona çətinlik yaradır. Həm modelə qarşı, həm də günə qarşı bugün mübarizə aparır. Qayda pozulur. Eşkin İslamova qarşı. Model oyuncuları qaydanı pozmuşdu. Cərimə zərbəsini 3 nömrə Muhammed yerinə yetirəcək. Muhammed topa yaxınlaşır. Qapı istiqaməti birbaşa zərbə və topu qapının yanından vurur. Modelin topu oyuna daxil edir. Yenidən Nihat istiqamətini oyundan kənar vəziyyəti yox idi. Qısa ötürmələr, 45 nömrəli futbolçu Turan. Qapıya zərbə, qapıcı topu qaytarır. Yusif ikinci cəhətdə topu ələ keçirir və qüvvətli zərbə ilə topu irəli göndərir. Tural topa çatmağa çalışırdı. Muhammed standart vəziyyətdən topu oyuna daxil edəcək. Əli Məmmədli sağla oynayır. Agil qapıya zərbə, qapıcı Mir Hüseyin. Daha bir zərbə və Mir Hüseyin iki cəhətdə topun qarşısını kəsir. Agil Mirzeyev əlverişli imkan qazanmışdı. Zərbəsi də qüvvətli, amma qapıcı Mir Hüseyin bu topun qarşısını kəsir. İkinciden zərbə ilə Agil top oyuna daxil edəcək. İçəriyə doğru ötürmə və nələr baş verir? Modern oyuncuları bu epizodda topu öz qapılarından keçirir və onlar fərqi 3 topa çatdırırlar. Buraxılan qollardan bir nəvədini çıxdılar. Agil bina niyyətində fəal oyunculardan biridir. İçəriyə doğru ötürmə, qapıya zərbə vurur Əli. Düşüncəsi yaxşı idi, amma top qapı istiqamətində getmir. Outdan Modern top oyuna daxil edir. Hörmətli futbol azarkeşləri, qeyd edim ki, bugün Gol TV-də U10 liqasında Ulduz sabah görüşü də sizlərə təqdim olunacaq. Və beləliklə ilk hissə başa çatır, qısa fasiləyə ayrılırıq. Bir daha vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri. Binə model mərkəzdən top oyuna daxil etdi. İlk hissədə qapılara 5 gol vuruldu. Qolların 3'ünü Nihat Hüseyinli, birini isə Eldar Əsədov vurdu. Bütün qollara Modern vurdu desək daha düzgün olardı. Bir topu isə onlar öz qapılarından keçirdilər. Eşkin Hakim epizoda yaxın idi, ona görə də qayda pozuntusunu qeydə alır. İkinciden zərbə ilə Agil Mirzeyev topu oyuna daxil edəcək. Əlini havaya qaldırdı içəriyə. Doğru ötürməkdir Muhammedə qarşı və Muhammed yerdədir, penalti. Hakim bilir ki, bu penaltidir. Səhv etmirəmsə Uğur ona qarşı qaydanı pozmuşdu. Hakimin bu fikri ilə razı deyil, amma təbii ki, qayda dəyişməyəcək. Qərar dəyişməyəcək. Bir dəqiqələrdə azarkeşlər Semeni dəstəkləyirlər. Zərbəni isə Agil yerinə yetirəcək. Agil Mirzeyev bugün çox çalışdı gol vurmaq üçün. Görək bu dəfə istəyinə nail ola biləcəkmi? Daha əlverişli imkan, qapıcı da üzböz Semen qapıdadır. Semen və Agil duelini izləyəcək. 9 nömrə və 1 nömrə qarşılaşır. Qapıya zərbə və top qapıdadır. Agil Mirzeyev fərqi 2 topa çatdırır. Binəlilər 4-0 hesabı ilə geridəydi. Nihat cərimə zərbəsindən top oyuna daxil edəcək. Sol ayağı ilə diqqətlə qapıya baxdı. Qapıya zərbəsini indirir və qapıcı yaxşı oynayır. 1 nömrə Yusif topun qarşısını kəsir və dərhal da binənlərə əks hücum qurmaq üçün əla bir imkan, amma yox top meydanı.
Daha bir qapıçı dəyişikliyi baş verdi. Fərhad Nəsirov oyuna daxil oldu və Bu çəkəcəm amma o 10 liqası. onun da üzünə gün düşür. Sağda oyna, Yusuf stoper oynasın. Edirəm siz bilirsiniz o ucuzda Aksaslı'da uşaq var. Aksaslı'ya qarşı. Aha. Outdan O bizlə oynuyor. Bura. top oyuna daxil edildi. bilirəm. Aqil Mirzayev Sən onda moderndir. sağ cinahdan irəliyə ötürmə, yox, keçmir. Modern topu qazanır. Yenidən bilənlər. Yoxdur oyundan kənarı vəziyyət. Ötürmə qapıya zərbə və qol. Eşkin İslamov. Fərqi minimum mendir. Binənlərə yaxınlaşırlar. Bir top qaldı. Onlar 3 gol vurdular bugün. Və dünən Gol TV-də biz geri dönüşlər izləmişik. U11 liqasında Ulduz Sumqayıt görüşündə. Aqil topu oyuna daxil edir. İrəliyə doğru. Ötürmə və bitdi. Görüş başa çatır hörmətli. Futbol azarkeşləri hər iki komandaya gözəl oyuna görə təşəkkür edirəm, amma rubrika saziq qalaraq hər komandadan bir nəfəri oyunun ən yaxşısı seçirəm. Binədə 9 nömrə Aqil Mirzayev, oyunun ulduzu isə Modernin 47 nömrəli futbolçusu Nihat Hüseynidir. Və beləliklə Nihat Hüseynli Gol TV-nin təşkil etdiyi FIFA 2026 turnirə vəsiqəni təmin edir. Bununla da beləliklə bizə ayrılmış vaxt burada başa çatdırır. Sağ olun, sağlam olun.